Tovuz rayonunun bir sıra kəndlərində məzarlıqların ərazisinə tullantıların atılması sakinlərin narazılığına səbəb olub. Əlimərdanlı, Mürgüllü, Qaraxanlı, Qədirli və digər kəndlərin qəbirstanlığında apardığımız müşahidələr zamanı oxşar mənzərə ilə qarşılaşdıq. Çəkiliş etdiyimiz Əlimərdanlı və Mürgüllü kənd sakinləri deyir ki, ərazilərin təmizlənməsi üçün mütəmadi iş aparılır. Lakin az sonra yenidən eyni vəziyyət təkrarlanır. Bəs çıxış yolu nədir? Doğmalarımızın uyduğu qəbirstanlıqları ziyarət etmək hər birimizin borcu olduğu kimi, oranı təmiz saxlamaq da hər bir sakinin mənəvi borcudur. Amma buna baxmayaraq, əfsuslar olsun ki, bəzi qəbirstanlıqlar var ki, çirkab içindədir. Belə ki, sakinlər öz əzizlərinin, doğmalarının qəbirlərini ziyarət etdikdən sonra oradakı gülləri və ya başqa əşyaları elə qəbirstanlıq ərazisinə ataraq çıxıb gedirlər. Söhbət Tovuzun Əlimərdanlı kəndində yerləşən qəbirstanlıqdan gedir. Ərazidə məişət tullantılarına, plastik qablara, selofan torbalara və qurumuş güllərə rast gəlinir. Ən acınacaqlısı isə odur ki, bunu edənlərin elə burada uyuyan yaxınlarını ziyarətə gələnlər olduğu güman edilir. Dəfələrlə hamı deyib, kənd soveti də, bələdiyyə də ki, yəni zibillik eləmək olmaz qəbirstanlıqda. Nə də qəbirstanlıqda yandırmaq olmaz. Alışar, yanar, heç kim onu keçirə bilməz. Gərək bunu təmiz saxlayaq, həmişə nəzarət eləyək. Mən atanı görməmişəm. Amma qəbirstanlıq təmiz yaxşıdır, təmiz olmalıdır. Tövsiyəm odur ki, baxsınlar, təmizliyə rəayət eləsinlər, heç kəs zibil atmasın. Sakinlər deyir ki, qəbirstanlığın təmizlənməsi üçün vaxtaşırı işlər görülür. Bəziləri könüllü olaraq tək yaxınlarının məzarını yox, ümumiyyətlə qəbirstanlığı tullantılardan təmizləyir. Lakin bir müddət sonra eyni vəziyyət təkrarlanır. Bir vaxt özüm baxırdım. Buranın qaroluydum qəbirstanlığı. Heyvan salırlar, heyvan otarırlar. Gedir, xeyri yoxdur. Bütün salafan, su qablardır, əkslərdir, nə silmək üçün hamısını atırlar oraya. Əlimərdanlı kənd bələdiyyəsindən bildirildi ki, qəbirstanlıq mütəmadi olaraq təmizlənir, lakin bəzi sakinlər ərazini yenidən çirkləndirir. Biz mütəmadi olaraq çalışırıq ki, qəbirstanlıqda zibilliyi təmizləyək və bunu diqqətdə saxlayırıq. Amma bizim diqqətdə saxlamağımız, onu təmizləməyimizdən asılı olmayaraq, bəzi sakinlər də gedirlər, Allah rəhmət eləsin ölənləri, gül qoyurlar və yaxud da köhnə gülləri götürürlər, elə qəbirstanlığa da atırlar. Biz onu həmişə də belə deyək, elə büdcəmiz yox, elə texnikamız yox ki, hər dəfə onu hər gün təmizləyək və yaxud. Amma ayda bir dəfə, 2 ayda bir dəfə biz onu çalışırıq ki, təmizliyini təmin eləyək. Bələdiyyə sədri əlavə etdi ki, qəbirstanlıqların sakinlər tərəfindən çirkləndirilməsi üçün cərimə nəzərdə tutulmasa da, bununla bağlı vaxtaşırı maarifləndirici söhbətlər aparılır. Səadət Ayaz qızı, Anar Sərvaz, ATV Xəbər, Tovuz.